بسم الله الرحمن الرحيم إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا وسيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن نبينا محمد وعلى آله وأصحابه ومن تبعهم بإحسان إلى يوم الدين اللهم لا علم لي إلا ما علمتني وعلمني بما ينفعني وزدني علما رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من lisani yefqahu qawli və ba'd. Əziz qardaşlarım və möhtərəm bacılarım, Əssəlamu aleykum və rahmetullahi və barakatuhu. Möhtərəm qardaşlar, ilk öncə qeyd eləmək istəyirəm ki, bütün insanlar, bütün bəşəriyyət növü hamısı bu həyatda, bu dünyada arzuladıqları ən mühüm şeylərdən biri həyatlarının xoşbəxtlik üzrə keçməsidir. Səadətli yaşamaqdır, xoşbəxt yaşamaqdır. Ailələrində problemlərin və ailələrində bədbəxtçiliyin uzaq olması, baş verməməsidir. Hər kəs bunu arzu elə, möhtərəm qardaşlar. Təbii ki, bu insan həyatında böyük bir mətləbdir. Və hər kəs bunun, sadəcə burada olan xələlin ən böyükü odur ki, insanlar bunu arzulayandan sonra bunun həyata keçməsi üçün ən mötəbər və ən mühüm səbəblərdən və vəsilələrdən uzaq olurlar və yaxud bunu yetəri şəkildə axtarmırlar. Bütün insanlar, möhtərəm qardaşlar, istərsən qadınlar olsun, istərsən kişilər olsun, bunu qəşəng şəkildə bilməlidirlər ki, xoşbəxtlik və səadət Allah-u Teala'dan gəlir. Xoşbəxtlik və səadət Allah-u Teala'dan gəlir. Bu, Allah-u Teala'nın ailələrə bəxş etdiyi ən böyük mənfəətlərdən və xeyirlərdəndir. Deməli, bunu bildikdən sonra ikinci addım gəlir. O da bu xoşbəxtliyin və səadətin gəlməsi üçün Allahın bizim üçün qoyduğu səbəblər və vəsilələr. Bunu bilməmiz gərəkir. Deməli, birinci şərt odur ki, insanın bilməsi ki, xoşbəxtlik Allah-u Teala'dan gəlir. Bir insan əgər xoşbəxtliyin başqa tərəfdən gəlməyini düşünərsə, mənə elə gəlir ki, bunu ondan sonra nə qədər istəyirsən o xoşbəxtliyi təhqiq eləmək üçün vəsitələrdən və səbəblərdən istifadə etsin, o insan qəti şəkildə xoşbəxtliyi və saadəti əldə edə bilməz. Necə ki, bugün bəzi insanlar elə bilir ki, ailədə xoşbəxtliyin olmasının əsas şərti, əsas səbəbi malın pulun olmasıdır. Və yaxud da gözəl evlərə sahib olmasıdır, gözəl maşınlara sahib olmasıdır və yaxud da zövcəsinin gözəl olmasıdır və yaxud da fiziki cəhətdən sağlam olmasıdır və s. kimi səbəblər. Təbii ki, möhtərəm qardaşlar, bunların hamısı ailə saadətinin səbəblərindəndir, lakin əsl deyil bu. Əgər bunları kim əsl edərsə, onda o zaman o insanlar əsl xoşbəxtliyi itirən insanlardan hesab olunur. Çünki əsl İlk öncə onu düşünmək lazımdır ki, xoşbəxtlik Allah-u Teala'dan gəlir insanlara. Ona görə İmam-ı Tirmizinin rivayət etdiyi sahih hədisdə Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, Adəm övladı dünyaya gəlməməzdən qabaq, ana bətnində ikən 4 ay 10 günü tamamlandığında Allah-u Teala mələk göndərər və o insana ruh verilər, ruh üflənər. Sonra o insanın qəza və qədəri bəyan olunar. 4 şey yazılar o dünyaya gələn insanın alnına. Onlardan biri də nə idi, möhtərəm qardaşlar? O insan xoşbəxt mi olacaq, yoxsa o insan bədbəxt mi olacaq? Təbii ki, bunları Allah-u Teala insan dünyaya gəldikdən sonra onların səbəblərini insanın qarşısına qoyur. Və insan əgər o səbəblərdən gözəl şəkildə istifadə edərsə, bu saadəti və xoşbəxtliyi onunla əldə edər. Əgər yox, o səbəbləri, şəri səbəbləri, ilahi səbəbləri, Allah və onun peyğəmbərləri bizlərə göstərən səbəblər tutmazsa və onu tərk eləyərsə, onda o zaman o insan xoşbəxtlik nemətini itirmiş və bədbəxtlik onun əvəzinə bədbəxtçiliyi əldə etmiş olar. Deməli, əziz qardaşlarım, bunu gözəl şəkildə başa düşmək lazımdır. Əgər kim xoşbəxtliyin Allahdan qeyrisi tərəfdən gəlməyini düşünərsə, o insan xata eləmiş olar
və o insan günah işləmiş olar və qəti şəkildə də bu xoşbəxtliyi nemətini əldə edə bilməz. Deməli, əziz qardaşlarım, bildikdən sonra ki, xoşbəxtlik sırf Allahdan gəlir, bildikdən sonra ki, Allah-u Teala istəməsə xoşbəxtlik gəlməz və başqa bilməmiz gərəkən şey qalır, o da bilməmiz lazımdır ki, Allah istədikdən, Allah bu istədiyini həyata keçirir, nə ilə? Göndərdiyi səbəblərlə. Deməli, üzərimizə düşən ikinci məsuliyyət, ikinci məsələ də Allah bu xoşbəxtliyi əldə etmək üçün hansı səbəblər qoyub, hansı şərtlər qoyub, onu bilməmiz, onu öyrənməmizdir. Və bunun tətbiqatı əsnasında da həmən xoşbəxtliyə inşallah nail olmamız və yaxud insanların nail olmaları mümkündür. Deməli, möhtərəm qardaşlarım və əziz müsəlmanlar, bu onu göstərir ki, ola bilər ki, bir insan zahirən xoşbəxt görülər. Amma bu həqiqi şəkildə olmaya bilər. Həqiqi şəkildə olmaya bilər. Necə ki, bəzi aldanmış təbəqələr var, Elə bil ki, yəni ki, qəsdim odur ki, xoşbəxtliyin Allahdan olmamağını güman edənləri nəzərimdə tuturam. Hansı ki, bəzi filmlərə baxırlar, bəzi kinolara baxırlar, bəzi seriallara baxırlar və xüsusən də bunlar əgər ailə həyatını əhatə eləyirsə, orada aldadıcı gülüşlərə, aldadıcı davranışlara baxıb, elə düşünürlər ki, xoşbəxtlik bu cür olur. Və onlar gördüklərini həyatda tətbiq eləməyə çalışırlar. Halbuki, yetər ki, onlara dərk eləsinlər, onlar bu aldadıcı sifətləri insanlara göstərmək üçün həyatlarını fəna eləyiblər. O, özlərini aparışlarını o şəkildə göstərilməsi üçün həyatlarını fəna eləyiblər. Bunu bir fənn olaraq öyrəniblər ki, hətta bu şəkildə görünsünlər. Təbii ki, onlarda bu təbii alınan şeylər deyil. Ona görə, möhtərəm qardaşlar, buna diqqətlə nəzər yetirmək lazımdır. Elementar misal çəkim, bəzən görürsən ki, teleserial izləyən qadınlar görür ki, yəni teleserialda qadın və kişi arasında gözəl ünsiyyətlər var, gözəl məhəbbət var, gözəl davranış var və s. kimi şeylər. Elə bil ki, bunu ilk öncədə xırda, kiçik məsələlərdən görsə də, əgər buna davam eləyərsə zaman içində artıq o qadının qanına işləmiş olur. Və nəhayət olur, möhtərəm qardaşlar, həmin gördüyü şeyləri ərində görmədikdə neyinir? Ortada problemlər baş verir. Sözün qıssası, onu demək istəyirəm ki, möhtərəm qardaşlarım, iddia ilə həqiqətdə fərq var. İddia çox zaman yalan olur, möhtərəm qardaşlar. Onu da ondan bilmək olur ki, doğru səbəblər üzərinə qurulmamış olur. Doğru səbəblər üzrə qurulmamış göstərilən şeylər iddia olur çox zamanlar. Elə bil ki, bugünkü gündə məsələ, elementar misal çəkim, iynə ilə bədənlərini şişirdən kulturistlər. Onlar zahirən belə görünürlər, amma həqiqətdə o elə deyil. O iynədən istifadə edib, o fiziki bədənini o şəkildə yəni göstərməsi onun iynə vasitəsi ilədir. Deməli, əgər o bundan istifadə etməsəydi, o şəkildə görünməzdi. Eləcə də bəzi filmlərdə gördüyünüz fantastik şeylər, bir insanın girib 1000 adamı öldürməsi, böyük binaların partlanması, maşınların uçması və s. kimi şeylər. Deməli, doğru səbəblər üzrə qurulmamaqla bilmək olur ki, bu şey iddiadırmı və yaxud bu şey həqiqətdirmi? Deməli, əziz qardaşlarım, xoşbəxtlik bəzi görünən amillərlə başa düşülən şey deyil. Xoşbəxtlik qəlblərdə hiss olunan şeylərdir. Və insanların qəlb rahatlığı ilə başa düşülən şeylərdir. Bir insan əgər ailə həyatında qəlbi rahat yaşaya bilmirsə, bir insan daima qəlbi kədər, qəm, qüssə içində doludursa, bu onu göstərir ki, bu insan ailə həyatında xoşbəxtlik yaşaya bilmir. Bu onu göstərir ki, bunun ailəsində xoşbəxtlik yoxdur. Bunun ailəsində bədbəxtlik bürüyür. Hətta ola bilər ki, o insanın malı olsun, pulu olsun, qəşəng zövcəsi olsun, vəzifəsi olsun və s. kimi səbəblər. Deməli, əziz qardaşlar, bunların hamısı bizə onu göstərir ki, ilk öncə insan etiqad etməlidir ki, ona bu saadəti və xoşbəxtliyi bəxş eləyən Allahdır və sonra Allah-u Teala bu xoşbəxtliyi və bu saadəti bəxş etmək üçün insanların qarşısına səbəblər qoyubdur. Vasitələr qoyubdur, vəsilələr qoyubdur. Onlardan mütləq və mütləq istifadə etməlisən. Əgər istifadə etməsən, onda o zaman bunu itirmiş olarsan. Keçən dərsdə, möhtərəm qardaşlar,
qeyd etdik ki, Allah-u Teala başqa əhkamlarda qayda qanun qoyduğu kimi, başqa yaratdığı və hökm etdiyi şeylərdə qayda qanun qoyduğu kimi, eləcə də şəriət məsələsində, ailə məsələlərində xoşbəxtliyin olması üçün, xoşbəxtliyin təhqiq olunması üçün, həyata keçirilməsi üçün də qayda qanunlar qoymuşdur. Bunların keçən dərsin axırında möhtərəm qardaşlar, qeyd etdim ki, mütləq evlənməzdən qabaq evliliyin tamam olması üçün, yəni nikahın kamil və doğru şəkildə olması üçün şərtlər lazımdır. Deməli, nikahda şərtlərin olması Allah-u Teala'nın qanununun möhkəm olmasını göstərir. Hansı ki, ondan öncə qeyd elədik İslamda evlənməyin əhəmiyyəti. Deməli, bu əhəmiyyəti hiss eləmədən evlənən insanda çox zaman bədbəxtlik baş verir. O dərs onu başa salırdı. Deməli, insan evlənməyin əhəmiyyətini bildikdən sonra buna qədəm qoyarsa, deməli, xoşbəxtliyə tərəf ilk qədəmi qoymuş olur. Və sonra bu qədəmi qoyduqda ortaya qızı seçdikdən sonra, hansı ki, o dərsdə keçdi, onun sifətləri və s. kimi, sonra o da tamam olduqdan sonra ortaya gəlir artıq birləşmək, nikah. Hansı ki, şəriətdə nikah deyildikdə nəzərdə o tutulur ki, möhtərəm qardaşlar, salih və sağlam ailə qurmaq üçün qadın və kişi arasında bağlanan müqavilə. Nikah dedikdə bu nəzərdə tutulur. Yəni, sağlam və möhkəm, sağlam və salih ailə qurmaq üçün kişi və qadın arasında qoyulan müqavilədən ibarətdir. Sağlam, nikah bu deməkdir. Deməli, nikahın sağlam olması, əziz qardaşlarım, ailədə xoşbəxtliyin, ailədə saadətin genişlənməsi deməkdir. Və yaxud da ailədə saadətin və xoşbəxtliyin genişlənməsinin əlamətlərindəndir. Əgər nikah sağlam qurulmazsa, onda o zaman o əks təsir göstərər, əks məna verər. Keçən dərsin axırında, əziz qardaşlarım, qeyd elədim ki, nikahın şərtlərinin və yaxud rükunlarının şərtlərindən biri evlənən qadının vəlisinin izninin olması. Bunu bu dərsdə qısa şəkildə bir də təkrarlayaq ki, artıq yəni məsələ bizə fayda vermiş olsun. Çünki xatırlamaq müsəlmanlara, möminlərə fayda verir. Deməli, onu qeyd elədik ki, möhtərəm qardaşlar, keçən dərsin axırında nikahın və yaxud evlənməyin şərtləri əsnasında mütləq evlənən qadının vəlisinin izni lazımdır. İzinsiz qadın, vəlisinin izni olmadan qadın qəti şəkildə evlənə bilməz. Heç bir şəkildə evlənə bilməz. Mütləq evlənən qadının vəlisinin izni lazımdır. Vəli də odur ki, möhtərəm qardaşlar, ilk öncə qadının atasıdır və o olmasa ata tərəfdən babasıdır, o olmasa oğludur və yaxud da oğlunun oğludur, yəni nəvəsidir, o da olmasa qadının qardaşıdır, o da olmasa qadının əmisidir və yaxud da ata qardaşıdır. Bunların hamısı qadının vəlilər hesab olunur. Təbii ki, bu tərtiblə. Deməli, ata olan yerdə başqalarını qadına vəlilik edə bilməz, ta müəyyən səbəblər olmadıqca. Deməli, bu deyilənlərdən kişi tərəfdən, yəni qadının atası tərəfdən vəlilər olmasa, onda o zaman qadının özü seçir öz vəlisini, hansı ki qadın, yəni bilir ki, o vəli onun məsləhəti üçün, onun xeyri üçün çalışır. Təbii ki, möhtərəm qardaşlar, bu cümhur alimlərin çoxunun rəyidir ki, mütləq vəlinin izni lazımdır. Sadəcə burada Hənəfi məzhəbində xilaf var. Bəzi hənəflər qadın vəlisiz evlənməyinə icazə verir. Təbii ki, bunların bu ixtilafı, bu rəyi, əziz qardaşlar, səhih dəlillər qarşısında bir məna vermir. Keçən dərsdə sizlərə həmçinin söylədim ki, hədis var. Ayşə radiyallahu anhədən və İbn Abbasdan Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, la nikah illə bi vali. Vəlisiz nikah yoxdur. Bu hədisi İmam Əbu Davud və İbn Məcə və Tirmidi və Əhməd ibn Həmbəl radiyallahu anh rivayət edir. Həmçinin hədisi qeyd elədik, möhtərəm qardaşlar, İmam Albani rahimehullah səhih kitabında, silsilə kitabında hədisi səhihləşdirmişdir. Və həmçinin Peyğəmbər sallallahu aleyhi ve sellem başqa bir hədisdə buyurur ki, əyyümə imra'atin nəkəhət bi qeyri izni valiyyihə fə nikahuha batil. Peyğəmbər sallallahu aleyhi ve sellem bunu 3 dəfə təkrarlayır.
Deyir, ərinin vəlisinin izni olmadan evlənən qadının nikahı batildir, nikahı batildir, nikahı batildir. Bu hədisdə dedik ki, əziz qardaşlarım, İmam Abu Davud və Tirmizi və İbn Məcə və həmçinin Əhməd ibn Həmbəl rivayət edib. Və hədisi həmçinin Şeyx Alban rəhməhullah səhihləşdirir. Başqa bir hədisdə İbn Məcənin rivayət etdiyi hədisində həmçinin Peyğəmbər s.ə.v buyurur: "Lə tuzavvicul mar'atul mar'ata və ləl mar'atu nəfsəhə fə innə zəniyyətə hiyəlləti tuzavvicu nəfsəhə." Qadın qadını evləndirə bilməz, nə də qadın özünü evləndirə bilməz, hansı qadın özünü evləndirən qadın zinəkardır. Bu hədisdə İbn Məcə rəhməhullah rivayət eləmişdir. Sonra vəli məsələsini qeyd elədik, möhtərəm qardaşlar, keçən dərsdə. Hansı ki, qeyd elədik ki, vəlinin də mütləq vəli olması üçün şərtlər var. Vəlinin də şəriət baxımından vəli olması üçün şərtləri var. Birincisi, bu vəli olan adam həddi buluğa çatan adam olmalıdır. Əgər həddi buluğa çatmamış olarsa, onda o zaman onun vilayəti, onda o zaman onun vəliliyi sayılmaz. İkincisi, həmçinin ağıllı olmalıdır. Mütləq xeyirlə şəri ayrı edən birisi olmalıdır. Yəni, dəli olmamalıdır. Əgər ağlı itirmiş olarsa, dəli olmuş olarsa, onda o zaman onun vəliliyi yenə sayılmaz, yenə keçərli olmaz. Üçüncüsü, vəlinin müsəlman olması lazımdır. Qeyri-müsəlman, möminət bir qadına vəli ola bilməz. Əgər qadın müsəlman olarsa, atası qeyri-müsəlman olarsa, misal üçün, onda o zaman nə olur? O, atasının vəliliyi qızının üstündən düşmüş olur. Və həmçinin şərtlərdən möhtərəm qardaşlar, vəli mütləq kişi tayfası olmalıdır. Yəni, qadının ya atası olmalıdır, o yoxdursa babası ata tərəfdən, ya oğlu, ya qardaşı, ya əmisi, ya ata tərəfdən olan qardaşı və s. kimi. Deməli, mütləq vəlinin kişi olması lazımdır. Qadından vəli olmaz. Deməli, bu evlənməyin şərtləri ilə bağlı olan ilk şərt idi. O da qadının vəlisinin izninin olması. İndi isə bu dərsdə yeni olaraq möhtərəm qardaşlar, ikinci şərt odur ki, evlənməyin, nikahın sağlam olması üçün ikinci şərt mütləq ortada manelerin olmaması. Yəni, evlənməyin sağlamlığı üçün mane olan şeylərin olmaması. Mane olan şeylərin olmaması. Yəni, əgər manelərdən biri olarsa, onda o zaman nikah batil olar. Deməli, ikinci şərt odur ki, evliliyə mane olan şeylərin olmaması. Misal üçün, bu manelər də bir neçə qismə bölünür. Nəsil tərəfdən manelər var və həmçinin səbəb tərəfdən manelər var. Məsələn, nəsil tərəfdən manelərdən biri odur ki, əgər evləndiyin qadın sənin maman olarsa evlənə bilməzsən. Nəsil tərəfdən manelər var. Əgər mamanla bir adam öz maması ilə, öz bibisi ilə evlənmək istəyərsə, haramdır, onların nikahı batildir. Çünki şəriətdə bu cür evliliyə icazə verilmir. Və yaxud xalası ilə, və yaxud bacısı ilə, və yaxud atasının zövcəsi ilə, və yaxud da qardaşının qızı ilə, bacısının qızı ilə. Deməli, nəsil tərəfdən haram olan şeylər var, möhtərəm qardaşlar, hansı ki, bunlar manelərdən sayılır. Deməli, manelər olmaması lazımdır. İkinci şərt budur. Deməli, bu nəsil tərəfdən, ikinci tərəfdən də səbəb tərəfdən var. Səbəb tərəfdən, möhtərəm qardaşlar. Yəni ki, məsələ, süd bacısı və yaxud süd qardaşı. Bu da səbəbdir. Məsələ, o sənin nəsil tərəfdən sənə haram deyil, amma səbəb tərəfdəndir. Ola bilər ki, sən evlənmək istədiyin qız sənin süd bacın hesab olunur. Ola bilsin ki, sənin anan o qızı neyniyib? O qızı əmizdiribdir. 5 dəfə və yaxud daha çox. 5 dəfə və yaxud da daha çox. Necə ki, hədis var səhih. Ayşə radiyallahu anhədən bu əmizdirmək məsələsində deyir ki, əvvəllər 10 dəfə əmizdirmək haram eləyirdi. Yəni, insanı süd bacısına və yaxud süd qardaşına çevirirdi. Sonunda isə bu 5 dəfə əmizdirməklə kifayətləndirildi. Bu onu göstərir ki, möhtərəm qardaşlar, əgər bir qadın, bir uşağı həddi, yəni yemək yeməzdən qabaq 5 dəfə əmizdirmiş olarsa, artıq o onun süd uşağı sayılmış olur. Uşaqlarının da süd bacısı və yaxud süd qardaşı hesab olunur. Deməli, səbəb baxımından əgər sən evlənən bir qız sənin süd bacın hesab olunarsa, sən onunla evlənə bilməzsən. Haramdır o sana qiyamət gününə qədər. Və həmçinin qadın, əgər getdiyi oğlan onun süd qardaşı hesab olunarsa, o da eyni zamanda
ona ərə gedə bilməz. Və həmçinin səbəb tərəfdə möhtərəm qardaşlar, qadının iddədə olmaması. İddədə, yəni ki, qadının evlənməyində, yəni ki, möhlətin olmaması. Nə deməkdir möhlətin olmaması? Ola bilsin ki, məsələ bir qadın boşanıbdır, amma qaytarma boşanmağındadır. Yəni, əri onu bir dəfə boşayıb və onun 3 ay ərzində qaytarmaq haqqı var. Və həmin evlənləsi qadın, yəni ki, halı bu cür olmamalıdır. Yəni, qadın iddədə olmamalıdır. Tutaq ki, bir kişi arvadını boşayıb, birinci boşayıb və bildiyimiz kimi, əgər boşayarsa, talaq eləyərsə, 3 ay həmin qadın ərinin zimməsində qalır. Yəni, ərinin üzərində hesab olunur. Və onun izni olmadan təsərrüf, yəni ki, evdə başqa davranışlar eləyə bilməz. Və onlar ər-arvad hökmündə olur. 3 ay müddətində 3 dəfə qadın aybaşı olub təmizlənənə kimi. Deməli, əgər bu boşanmaq bu növdən olarsa, o boşanmış qadını sən nikah eləyə bilməzsən. Çünki o qadın nə olur? Möhlət içərisində olmuş olur. Əgər 3 ay bitdikdən sonra, tamamlandıqdan sonra, onların arasında ayrılıq baş verəndən sonra istəyərsənsə, onda bu şəriətlə icazəli hesab olur. Və həmçinin tutaq ki, bir qadının əri ölüb. Şəriət baxımından, əgər bir qadının əri ölərsə, o qadın gözləməlidir 4 ay 10 gün. 4 ay 10 gün tamamlandıqdan sonra baxır. Əgər hamilədirsə, onda uşağı doğana kimi o qadın iddədə möhlətdə sayılır. Əgər 4 ay 10 gündən sonra bəlli olarsa və bilinərsə ki, qadın hamilə deyil, artıq ondan sonra o qadın evlənməyə qərar verə bilər. Deməli, əgər əri ölmüş bir qadını 4 ay 10 gündən qabaq onunla nikah eləmək istəsən, nikah batildir. Bu səbəbə görə. Nikah batildir. Əgər bir qadın bəlli olarsa ki, 4 ay 10 gündən sonra onun uşağı var, sən 5-6 aydan sonra gedib onunla nikah kəsmək istəsən, yenə sənin nikahın batildir. Çünki şəriət baxımından əri ölmüş qadının, əgər uşağı qaldığı, ərindən uşağı qaldığı bəlli olarsa, onda o zaman mütləq o qadın doğma kimi gözləməlidir və doğumdan sonra da nifasdan təmizlənməsinə qədər gözləməlidir və ondan sonra nikah eləyə bilər. Deməli, bunlar da möhtərəm qardaşlar, səbəb baxımından. Və həmçinin səbəb baxımından, yəni din fərqi olması, manilərdən biri həmçinin möhtərəm qardaşlar, qadınla kişinin arasında din fərqinin olması, din ixtilafının olması. Möminət qadın qeyri-müsəlmana gedə bilməz. Əgər bir möminət qadın qeyri-müsəlmana ərə getmək istəsə, onda nikah batildir. O nikah sayılmır. Hətta bütün insanlar ona şahid olsa belə. Hətta ortalarında razılıq olsa belə. Hətta bütün şərtlər olsa belə. Əgər möminət bir qadın qeyri-müsəlmana getmək istəyərsə, onda o zaman möhtərəm qardaşlar, bu din ixtilafı olduğuna görə onların nikahı sağlam olmaz. Onların nikahı batil hesab olunur. Deməli, bu da həmçinin, əziz qardaşlarım, səbəblərdəndir. Necə ki, Allah-u Teala Quran-ı Kərimdə Əl-Mumtəhinə surəsinin 10-cu ayəsində bəyan edir. La hunnə hillun ləhum və la hum yəhillunə ləhun. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldır. Yəni, əgər ortada din ixtilafı olarsa. Burada nəzərdə tutulan möhtərəm qardaşlar qadın tərəfdir. Bəllidir ki, İslam dinində icazə verilir ki, bir kişi kitab əhlindən evlənsin. Yəni, bir kişi Yahudi və Xristiyan qadınları ilə evlənə bilər. Hökm olaraq evlənə bilər. Amma qadına gəldikdə isə qadın kitab əhlindən olan kişilərə gedə bilməz. Söhbət, möhtərəm qardaşlar, bundan gedirdi. Və həmçinin, əziz qardaşlar, nikahın şərtlərindən üçüncüsü isə qadın və kişi arasında razılığın olması. Qadın və kişi arasında evlənilmək üçün, evlənməyin tamamlanması üçün razılığın olması. Bu şərtə diqqət yetirin. Hansı ki, çox valideynlər bu şərtə çox olmasalar da, belə deyək, bəzi valideynlər bu şərtə riayət eləmirlər. Baxırsan ki, təbii ki, əgər, möhtərəm qardaşlar, evlilik şəriətə uyğun olmazsa, o zaman hədlər aşılar və zülm də çox olar. Yəni, evlilik əsas məqsəd üzrə, yəni şəriətdə gələn şəkildə qurulmazsa,
artıq orada çox hədlər aşma baş verər. Deməli, əgər tutaq ki, qadının və yaxud kişinin vəlilərinin birinin əsas arzusu odur ki, pullu birisinə versin qızını, misal üçün. Ola bilər ki, əgər onda əsas tamah pul olarsa, onda o zaman zülm edər. Bir pullu gəlib qızına, qızı ilə nikah kəsdirmək istədikdə baxmaz ki, onun gözəlliyi varmı, onun imanı varmı, onun əxlaqı varmı, onun tərbiyəsi varmı, onun və yaxud qızına uyğunluğu varmı və s. ki, bu şeylərə baxmaz. Bunların hamısının qabağında onun gözü kör hesab olunar. Və neyniyər? Qızını qaldırıb zorla, məcbur edərək o adama verər. Deməli, belə bu cür olan nikahların axırı, möhtərəm qardaşlar, yarımçıq qalır və yaxud həmin ailələrdə çox vaxt bədbəxtlik baş verir. Ona görə elm əhli deyir ki, mütləq nikahın sağlamlığı üçün mütləq qadın və kişinin razılığı lazımdır. Onları razı qaldıqları şəxsə verməlisən və yaxud oğlana razı qaldığı şəxsi almalısan və yaxud da qızı razı qaldığı şəxsə verməlisən ərə. Yəni ki, bunları məcbur etməməlisən. Necə ki, möhtərəm qardaşlar, səhih hədisdə gəlmişdir. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur, La tunkahul eyyimu hatta tusta'mar və la tunkahul bikru hatta tusta'dən. Qalu ya Rasulallah, keyfə iznuha? Qalə ən təskut. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, bakirə olmayan qadın razılıq vermədikcə onu evləndirmək olmaz. Bakirə qadın ondan izin almadıkça onu evləndirmək olmaz. Deyirlər ki, ya Rasulallah, onun izni necədir? Yəni, bakirə qadının izni necədir? Necə izin verə bilər? Peyğəmbər s.ə.v deyir ki, onun susması. Yəni, onun susması izin alındıqda ki, sən filan oğlu filana gedirsənmi? Əgər bu halda susarsa, bu artıq dəlillərdəndir ki, və yaxud da bu, onun izninin əlamətlərindəndir. Burada elm əhli deyir ki, möhtərəm qardaşlar, əgər bakirə qadın olarsa, mütləq onun razılığı lazımdır. O da necə? Əgər nikah kəsən tələb etsə ki, sən filan oğluna getməyə razısanmı? O deməlidir ki, bəli razıyam. Bunun bəli razıyam kəlməsi onun razılığının əlamətlərindəndir. Əgər qadın bakirə olanda bəli razıyam deməyə utanarsa, çünki bunda bu praktika yoxdur. Bunda bu təcrübə, evlənmək təcrübəsi olmadığına görə ola bilsin ki, bəzi anlarda həya neynir, qalib gəlir və qadın tələffüz eləməyə utanır. Belə hallarda Peyğəmbər s.ə.v onların halını nəzərə alaraq deyir ki, əgər danışmağa razılığını dillə verməyə utanarsa, onda o zaman onun susmağı da onun izin əlamətlərindən hesab olunur. Deməli, əgər təbii məsələdir, hamının bildiyi məsələdir ki, əgər qadın evlənməyə razılıq verməzsə, anında neynər? Rədd eləyər. Və çığır bağır salar, səsküy salar ki, artıq ona getmir və yaxud onunla evlənməyə razı deyil. Çünki etiraza insan çox zaman utanmır, möhtərəm qardaşlar. Çox zaman insan etiraz eləməyə utanmır. Məsələn, elementar misal, bir adamın evinə qonaq getdikdə utanır deməyə ki, acam yemək gətir. Amma yemək gəldikdə, toxdursa, yemirəm deməyə utanmır. Deməli, çox zaman etiraza gəldikdə isə, yəni ki, çox həya məsələləri tətbiq olunmur. Ona görə elm əhli deyir ki, onun susması, Peyğəmbər s.ə.v hədisinə görə, onun izninin əlamətlərindəndir. Bu da onu göstərir ki, möhtərəm qardaşlar, onlardan izin almalıdır müsləh vəliləri. İzin almadan, onların rəyini bilmədən, onları məcbur eləmək ailə bədbəxtçiliklərindən və yaxud ailədən saadətin getməyinin əlamətlərindən biridir. Əgər bakirə olmazsa qadın, onda o zaman mütləq onun razılığı da lazımdır. Hətta bakirə olmasa belə onu da yenə ərə zorla vermək olmaz. Sadəcə burada onun razılığının şərtlərindən elm əhli deyir ki, mütləq dili ilə razılığını bildirməlidir. Əgər qadın bakirə olmazsa, onun susması razılığının əlaməti deyil. Çünki artıq onda evlənmək yəni ki, praktikası, təcrübəsi olmuş olur. Həya məsələsi onda bu cür razılıqlarda az olmuş olur. Ona görə mütləq razılığını dili ilə bildirməlidir. Bu məsələ ilə ilgili möhtərəm qardaşlar, mən üzümü tuturam bütün atalara və bütün analara ki, bu məsələdə səhlənkarlıq etməsinlər. Və öz əlləri ilə öz uşaqlarını bədbəxtçiliyə və qəm-qüssə quyusuna atmasınlar. Çünki möhtərəm qardaşlar, bəzən valideynlər bunu həqiqətən unudurlar. Və bunu düşünmələri kifayətdir ki, o həyatı onlar deyil, onların övladları yaşayacaq.
Əgər ortada xoşbəxtlik varsa, onların övladları yaşayacaq. Əgər ortada bədbəxtlik varsa, yenə onların övladları yaşayacaq. Və övladlarının bədbəxtliyi valideynlərinin də bədbəxtlik səbəblərindən olacaq. Övladlarının xoşbəxtliyi valideynlərinin də xoşbəxtlik əlamətlərindən olacaq. Çünki bunu hamımız bilirik, möhtərəm qardaşlar. Əgər ana bilərsə ki, onun övladı pis gün çəkir, onun qızı bədbəxtdir, onunla bərabər ana da bədbəxt hesab olunur. Onunla bərabər ana da qəm-qüssə çəkir. Bunun əksi də eyni zamanda əks təqdir verir, möhtərəm qardaşlar. Ona görə tələsməmək lazımdır. Ona görə tez cavab verməmək lazımdır. Düşünmək lazımdır. Övladların hissiyyətlərini nəzərə almaq lazımdır. Sən elə düşünmə ki, sən övladlarından daha çox istəyirsən onların məsləhətini, mənfəətini. Ola bilər bu. Ola bilər. Amma bu bəzən iddia da ola bilər. Ona görə möhtərəm qardaşlar, hikmətdəndir ki, insan xüsusən də qadın tərəf bir razı qalması, yəni ki, dinindən və əxlaqından bir elçi gəldisə, onda o zaman çalışqinə qızından izin al, onun razılığını al. Əgər sənin nəzərinə görə o gələn kişi ola bilsin ki, qız tanımır, ola bilsin ki, yəni ki, müəyyən cəhətdən xoşuna gəlmir, amma sənin nəzərinə görə o adam şəriətə görə, dinə görə uyğun birisidir, onda ən azından sənin nəzərinə görə bu münasib birisidirsə, onda ən azından iqna etməyə çalış. Ən azından onu qane etkinən ki, inşallah o şəriətə və sənə daha uyğundur. Yəni, birbaşa söhbət onunla gedir ki, onu saymırsan, qadının, yəni qızın hissiyyətlərini nəzərə almırsan və onu balaca görürsən, onun düşüncələrinin əhəmiyyəti və önəmi olmadığını düşünürsən və elə bil ki, hər şey sənin əlində olduğunu düşünərək sən neynəyəsən, artıq qızını ərə verdiyin qərarına gəlirsən. Belə olmamaq lazımdır. Möhtərəm qardaşlar, analar və atalar buna nəzər yetirməlidir mütləq. Çünki insan ilk günündən qəlbi qırıq olarsa evlənmək məsələsində, ilk günündən qəlbi qırıq olarsa və ondan əmin olmaq lazımdır ki, həmin o qırıqlığı sonra düzəltmək çox çətindir. Həmin o qırıqlığı sonra düzəltmək çox çətindir. Ona görə gərək valideynlər öz əlləri ilə öz övladlarını bədbəxt eləməsinlər və yaxud da onların bədbəxt olmalarına səbəb olmasınlar. Bu ilahi qanunlardır, möhtərəm qardaşlar. Əgər bu qanunlar tətbiq olunarsa, inşallah əmin olmaq lazımdır ki, o ailədə xoşbəxtlik və saadət genişlənəcək və yayılacaqdır. Və həmçinin, əziz qardaşlar, nikahın dördüncü şərti isə mütləq nikahda şahidlik edənlər olmalıdır. 2 nəfər, 2 kişi olmalıdır. Mütləq 2 kişinin nikaha şahid olmaları lazımdır. Əgər şahid olmadan nikah qıyılarsa, əgər şahid olmadan nikah kəsilərsə, o nikah batil hesab olunur. Şəriətə görə o nikah batil hesab olunur. Mütləq ortada 2 şahidin olması lazımdır. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, "Lə nikahə illə bivali və şahidey adil." 2 ədalətli şahid olmadıqca və vəli olmadıqca kəsilən nikah batildir, kəsilən nikah sayılmır. Burada, möhtərəm qardaşlar, 2 kişinin olması lazımdır. Bu, vəlilərdə də şəriətdə şərt var. Yəni, hər kəs, şahidlərdə də, möhtərəm qardaşlar, şəriətdə şərtlər var. Hər kəs şahid ola bilməz. Yəni, hər kəsi nikaha gətirib şahid tuta bilməzsən. Ona görə ki, bəzilərinin şahid olması da, bəzilərinin şəriətə uyğun olmayanların, şəriətdə olan şərtlərlə olmayanlara şahid olması da, möhtərəm qardaşlar, ailədə bədbəxtçiliyin, qəmin qüssənin çoxalmasının əlamətlərindən ola bilər. Ona görə elm əhli deyir ki, şahidlərdə də mütləq sifət, müəyyən vəsflər olmalıdır, müəyyən şərtlər olmalıdır. Birincisi, o şahid olan adamların sayı 2 dənə olmalıdır. Bir nəfərin şahidliyi kifayət deyil. Və ikincisi, onlar mütləq kişi olmalıdırlar. Şahidlər mütləq 2 kişi olmalıdır. Üçüncüsü, həmin şahidlər müsəlman olmalıdırlar. Qeyri-müsəlmanlardan şahid olmaz. Qeyri-müsəlmanlardan şahid olmaz. Mütləq o şahidlər müsəlman olmalıdırlar.
Və həmçinin o şahidlər ağıllı olmalıdırlar. Dəllərdən şahid olmaz. Ağlı olmayan insanları şahid tuta bilməzsən. Mütləq o şahidlik edən insanların ağlı yerində olmalıdır. Və həmçinin şərtlərdən o şahidlər həddi buluğa çatmış olmalıdırlar. Uşaqdan şahid olmaz. Əgər nikah kəsirsənsə, nikah qıyırsansa, onda o zaman balaca həddi buluğa çatmamış uşaqları sən şahid kimi götürə bilməzsən, şahid kimi onları qəbul edə bilməzsən. Mütləq o şahidlər həddi buluğa çatmış olmalıdırlar. Həddi buluğa çatmış olmalıdır. Və həmçinin şərtlərdən, şahidlərin şərtlərindən onlar azad olmuş olmalıdırlar. Yəni kölə olmamalıdırlar, azad olmuş olmalıdırlar. Və həmçinin şərtlərdən onlar ədalətli hesab olmalıdırlar. Necə ki, Peyğəmbər s.ə.v hədisində, biraz öncə sizlərə dediyim hədisdə Peyğəmbər s.ə.v deyir ki, Lə nikəhə illə bivəli və şəhidəy adlin. 2 ədalətli şahid olmadıqca nikah sayılmır. Mütləq onlar möhtərəm qardaşlar, o şahidlər nə olmalıdır? Ədalətli olmalıdırlar. Bu ədalət məsələsi də adətə, ənənəyə bağlıdır. Adətə, ənənəyə bağlıdır. Bu ədalət kəlməsində elm əhlinin müxtəlif rəyləri var, möhtərəm qardaşlar. Bəzi elm əhli deyir ki, böyük günah sahiblər olmamalıdır. Bəzi elm əhli deyir ki, fasiqlər olmamalıdır. Bəzi elm əhli deyir ki, onlar pis-pis cinayətlərlə məşğul olmuş olmamalıdır və nəslə, kökə, şəxsiyyətə xələl gətirən əməllərin sahibi olmamalıdır və s. kimi. Deməli, burada əsas hökm el adətinə, adət ənənəyə görə baxılır. Çünki ədalət bəzi ölkələrdən və yaxud bəzi millətlərdən bəzi millətlərə fərq var. Məsələn, ədalət baxımına gəldikdə, keçmiş dövrdə, məsələn, qərb müsəlman ölkələrində, məsələn, Əndolosda və başqa yerlərdə, Məğribdə, Cəzairdə və yaxud da Misirdə və yaxud da Tunisdə və s. kimi Afrika və yaxud qərb zonasında yerləşən müsəlman hökumətlərində, məsələn, bəzi şeylər orada, bəzi adətlər var idi ki, onu yerinə yetirənləri ədalətsiz kimi baxarlardı. Məsələn, bir kişinin başı açıq-saçıq gəzməsi onlara görə ədalətsizlik idi. Aydındırmı? Məsələn, şərq ölkələrinə baxdıqda isə bu adətə tətbiq olunmur. Yəni, bir kişi başı açıq gəzdi, başında papaq oldu, bunlar o qədər önəm, əhəmiyyət daşımır. Deməli, burada da ədalət məsələsi nisbi məsələsidir. Lakin nəzərə almaq lazımdır ki, o şahidlər nə qədər Allahın dinindən, nə qədər təqvalı insanlar olsa, o qədər şəriətə daha uyğundur, o qədər Allaha daha razı qalan şəkildə olur. Amma bilinərsə ki, bu şahidlər fasiqlərdir, böyük günah sahibləridir və bunlar Allahın hədlərini aşan şəxslərdir, onda o zaman belə şahidləri şahidlikdən uzaqlaşdırmaq lazımdır. Və həmçinin möhtərəm qardaşlar, o şahidlərdə tələb olunan şeylərin biri də onlar mütləq eşitməlidirlər və bu evlilikdə əsas məqsədi bilməlidirlər. Əgər onlar eşitməsələr, yəni ki, nikah kəsənin onların arasında qoyan şərtini, onların şahid durmaları doğru deyil və yaxud da sayılmır. Və yaxud da bu evlilikdən nə qəsd olunur onu bilməsələr, yenə də onların şəhadəti qəbul olunmur. Misal üçün, məsələn, bir adam əgər, məsələn, tutaq ki, bir otaqda nikah kəsilir, qız da var, oğlan da var, vəli də var, nikah kəsən də var, amma 2 dənə şahid də var, amma ikisi də yatırlar. Məsələn, o deyə bilməz ki, bu yatanlar da şahiddir. Duranda biz deyərik ki, məsələn, sizi şahid etmişdik. Belə halda onların şəhadəti qəbul olmaz. Çünki onların mütləq eşitmələri lazımdır. Və eyni zamanda evlilikdən qəsdi bilməkləri lazımdır. Yəni ki, necə ki, sizə biraz sonra gətirəcəm, evliliyin şərtlərindən biri də həmçinin, yəni ki, daimi, uslubu əbədi olması lazımdır. Əgər müəqqəti evlilik olarsa, tutaq ki, deyir ki, mən sizi evləndirirəm, məsələn, 2 gün müddətində. Yəni ki, o şahid olan insanların da mütləq o evlilikdə olan əsas məqsədi bilmələri lazımdır, başa düşməkləri lazımdır. Əgər onlara desək ki, sizlik deyil, biz nə eləyirik, burada siz sadəcə şahid olun, onda bu da qəbul olunmur. Mütləq şahidlərin söhbət nədən gedir, ondan mütləq xəbəri olmalıdır. Və həmçinin eşitmək məsələsində şərtində elm əhli deyir ki, yatan insanlardan şahid olmaz. Və həmçinin kar insanlar,
Məsələn, eşitmir, amma ağızlar nə deyir onu görür. Amma eşitmir. Deməli, eşitmirsə, mütləq onun şəhadəti rədd olunmalıdır və yaxud onun şəhadəti qəbul olunmamalıdır. Və həmçinin möhtərəm qardaşlar, elm əhli deyir ki, piyan insanların şəhadəti də qəbul olunmur. Piyan insanların, sərxoş insanların. Çünki onlar, yəni ki, öz ağılları yetəri şəkildə onlarda olmadığına görə, səhv qərar vermə ehtimalı olduğuna görə, qatışdırdığına görə və üstəlik də fisk əlamətlərinin olduğuna görə sərxoş insanların möhtərəm qardaşa şahidliyi də qəbul olunmur. Və həmçinin möhtərəm qardaşlar, nikahın şərtlərindən, əziz qardaşlarım, həmçinin nikahın şərtlərindən nikah kəsilmək üslubunun əbədi şəkildə olması. Nikah kəsilmək üslubunun əbədi şəkildə olması. Bu nə deməkdir? Yəni, ortada olan müqavilənin əbədi şəkildə qeyd olunması. Ortada olan müqavilənin əbədi şəkildə qeyd olunması. Bu onu göstərir ki, möhtərəm qardaşlar, nikahı müəyyən zamanlara bölmək olmaz. Nikahı müəyyən zamanlara bölmək olmaz. Yəni, əgər bir insan nikah kəsdirərsə müəyyən bir müddətə, onun nikahı batildir. Hansı ki, ona bugünkü gündə möhtərəm qardaşlar, nikah-ül mut'a deyilir. Yəni, siğa nikahı. Siğa nikahı. Mütləq nikahda müqavilə əbədi şəklində olmalıdır. Yəni, madəm ki, siz həyatda yaşayırsınız və sizin evliliyiniz yaşamaq sürəsində nə qədər ki yaşayırsınız, onların hamısında yəni ki, davam etməlidir deyə. Bu üslubda olmalıdır. Əgər müəqqəti bir zaman təyin olunarsa, onda o zaman o nikah batil olar. Və burada, möhtərəm qardaşlar, nəzərinizə çatdırmaq istəyirəm ki, bugün siğa nikahı deyilən rafizlərdə məşhur olan bir məsələ var. Və bu məsələdə şək şübhə yoxdur ki, bu məsələ səhih sünnədə və alimlərin icması ilə bu məsələ haramdır. Çünki burada əslində muta haqqında, siğa haqqında söhbət eləmək, yəni ki, istəmirəm ona görə ki, söhbətimiz siğa nikahı ilə bağlıdır. Lakin nəzərinizə çatdırmaq istəyirəm ki, yəni bugünkü gündə bəzi rafizlər bunu çalışır ki, yəni ki, qardaşlarımıza bəyan eləsin ki, bu icazəlidir, bunda problem yoxdur. Onu demək istəyirəm ki, bunda qəti şəkildə şəkliniz, şübhəniz olmasın ki, siğa haram nikahlardandır. Siğa haram nikahlardandır. Və ona görə də, əziz qardaşlar, ondan uzaq olmaq lazımdır. Və bu, İmam Müslim, rahiməhullah, səhih kitabında Əli radiyallahu anhudan rivayət edib ki, Peyğəmbər sallallahu aleyhi və səlləm siğa nikahını, ev eşrəklərinin ətini Xaybər döyüşündə haram etmişdir. Xaybər döyüşündə haram etmişdir. Bilirsiniz ki, möhtərəm qardaşlar, Xaybər döyüşü də hicrətin 7-ci ilində baş vermişdir. Və həmçinin Səbratül Cühəni radiyallahu anhudan rivayət var. Deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Məkkəni fəth eləyən ilsi, yəni hicrətin 8-ci ilində deyir ki, ey insanlar, mən sizə siğa üçün, yəni qadınlarla siğa nikah etmək üçün izin vermişdim əvvəllərdən. Və artıq Allah-u Teala onu qiyamət gününə kimi haram eləyir. Artıq Allah-u Teala onu qiyamət gününə kimi haram etdi. Və kimdə o siğa qadınlarından kimsə qalıbsa, onu azad eyləsin. Və onun müqabilində verdiyi puldan, maldan da heç nə götürməsin. Bu hədisi də həmçinin İmam Müslim rivayət eləmişdir, möhtərəm qardaşlar. Burada açıq-aşkar bəllidir ki, Peyğəmbər s.ə.v onun qiyamət gününə kimi haram olduğunu qeyd edir. Və özü də bildirir ki, əvvəllər, İslamın əvvəlləri halal olur. Necə ki, başqa sonradan qadağan olunmuş şeylər kimi. Məsələ, İslamın əvvəllərində var idi bir qadının, bir kişinin 4-dən çox zövcəsi var idi. Nə oldu? Allah-u Teala qadağan elədi, bir kişinin 4-dən çox zövcəsi olması. Əvvəllərdə var idi bir kişi iki bacı ilə evlənmiş sahabələr var idi. Sonradan Allah-u Teala onları qadağan elədi ki, bir kişi iki bacı ilə evlənə bilməz. Yəni ikisi ilə bir arada yaşaya bilməz. Və həmçinin əvvəllər möhtərəm qardaşlar içki içilirdi. Sahabələrdən içki içənlər var idi. Və nəhayət nə oldu? Sonra içki içmək haram oldu.
Bu da həmin məsələlərdəndir. Əvvəllər, İslamın əvvəllərində Peyğəmbər s.ə.v sahabələrə bu siğa nikahını etmək üçün izin vermişdi. Lakin Peyğəmbər s.ə.v bunu 2 dəfə həyatında 2 dəfə haram olduğunu bəyan eləmişdi. Birincisi, Xaybər döyüşündə hicrətin 7-ci ilində və bunu bəzi sahabələr eşitməmişdi. Abdullah ibn Abbas və başqa sahabələr eşitməmişdi. Və ixtilaf yaranmış sahabələrin ortasında bunun haram olması, halal olması barəsində Peyğəmbər s.ə.v bunu Məkkənin fəthi ilində təkrar haram olduğunu qeyd elədi ki, artıq bu məsələdə insanlar səhlənkar etməsinlər. Və hədisin nasında Peyğəmbər s.ə.v deyir ki, artıq Allah sizə bunu qiyamət gününə kimi haram etdi. Deməli, möhtərəm qardaşlar, İmam Muslim rahimehullah Səhih kitabında ondan çox hədis rivayət edib, müxtəlif ləfzlərlə, müxtəlif isnadlarla hamısı bunların açıq-aşkar bəyan edir ki, siğa nikahı haramdır və onun hökmü qiyamət gününə kimi davam edəcəkdir. Və elm əhli möhtərəm qardaşlar, ümmətdə icma nəqli ilə məşhur olan alimlərdən bir çoxu da bunun haram olması barəsində icma nəql eləmişdir. Necə ki, İbn-i Munzir rahimehullah icma kitabında nəql eləyib, deyir ki, bütün İslam alimləri ittifaq eləyib ki, siğa nikahı haramdır. Sadəcə bu məsələdə icmaya müxalif olan rafizi firqələridir, deyir. Və həmçinin İmam Qadı Eyyad rahimehullah və həmçinin İmam el-Xattabi rahimehullah bunların hamısının siğa nikahının haram və batil olduğuna icma nəql eləyən alimlərdəndir. Və əziz qardaşlar, həmçinin İmam el-Beyhaqi rahimehullah Cəfər-ü Sadiqdən rivayət eləyir ki, Cəfər-ü Sadiq rahimehullah soruşulur ki, nikah mütəası, yəni siğa nikah haqqında nə deyirsən? Deyir ki, siğa nikahı zinanın ta kəndisidir. Yəni ki, zinanın ta özüdür. Cəfər-ü Sadiqdən bu rivayəti İmam Beyhaqi rahimehullah rivayət edib. Deməli, möhtərəm qardaşlar, rafizlərdən gələn bu şübhənin qəti şəkildə İslam dinində yeri yoxdur. Kitaba, sünnətə və icmaya müxalif olan heç bir fikrin dəyəri, qiyməti, çəkisi yoxdur İslam dinində. Ona görə əhl-i beytə baxsaq, görərik ki, onlarda da əslində ixtilaf yoxdur bu siğa nikahının haram olması barəsində. Onlardan ən məşhuru əhl-i beytin içində, əhl-i beyt imamlarının içində ən elmlə məşhur olanlardan biri kim idi, möhtərəm qardaşlar? Cəfər-ü Sadiq. İmam-ül Beyhaqi səhih rivayətlə, səhih isnadla ona rivayət edib ki, soruşulur onun haqqında. Siğa nikahı haqqında soruşulur, deyir ki, siğa nikahı zinanın ta özüdür. Ona görə möhtərəm qardaşlar, bugünkü gündə hətta onun icazə olmasını iddia eləyənlərin həyat tətbiqatına baxsaq, görərik ki, onların feilləri bunu təkzib eləyir. Onların feilləri bunu təkzib eləyir, bunu yalanlayır. Gəlin baxaq, bugün siğanın icazə olmasını deyən əmmaməllərin halına. Hansı əmmaməlini bugün görmüşük ki, qızını verir kiməsə siğaya və yaxud nəvəsini verir kiməsə siğaya. Möhtərəm qardaşlar, bunu hər bir əmmaməli deyə bilərsiniz ki, hansı, yəni ki, onların tarixində biri qaldırıb qızını verib ki, ay kişi, Allah sən götür bununla siğa nikah eləyinin. Xeyr, möhtərəm qardaşlar. Amma onların özlərinə gəldikdə hərisdirlər ki, başqaların qızları ilə siğa nikah eləsinlər. Bu onu göstərir ki, hətta bunlar bu barədə hədislər uydursalar belə, həqiqətli tətbiqata gəldikdə isə onlar ondan ən uzaq olan adamlardır. Ona görə Allah Teala Quran-ı Kərimdə buyurur: "Ətəmuruna an-nasa bil-birri və tənsawna anfusakum və antum tatlunal-kitab." Siz insanları xeyrə çağırıb özünüzü unutursunuz. Yəni insanlara deyirsiniz ki, gəlin bunu eləyin, bunu eləyin. Siz kitab oxuduğunuz halda, şəriət oxuduğunuz halda siz özünüz bunu eləmirsiniz. Onların halı buna bənzəyir, möhtərəm qardaşlar. İnsanları bunun şəriətdən olduğunu, bunun dindən olduğunu, hətta bunun bu nikahın, bu siğanın dinin rükunlarının olduğu haqqında hədislər rivayət edirlər. Özlərinə gəldikdə, onların tətbiqatına gəldikdə isə ondan ilk növbədə üz çevirənlərdəndirlər. Ona görə aldanmamaq lazımdır, əziz qardaşlar. Aldanmamaq lazımdır. Və bu şəriət olsaydı, Peyğəmbər sallallahu aleyhi və səlləmlə və onun ən xeyirli bəşəri, Peyğəmbərdən sonra ən xeyirli insanlar olan sahabələrindən bu barədə bizlər üçün nəql gəlmiş olar. Söhbətimiz dediyim kimi, əziz qardaşlarım, ümumiyyətlə siğa haqqında deyil. Əgər siğa haqqında olsa,
dəlillər çoxdur kitab və sünnədən və sələf-i salihin sözlərindən. Onların hamısını sizlərə mən rahatca xatırladardım ki, hətta şək şübhə olmasın. Amma bu məsələyə görə vaxtı keçirməyi heç münasib görmədiyimə görə heç bunları da danışmaq nəzərimdə yox idi. Lakin dəqiqləşdirmək üçün, hətta qəlbimizin daha rahat olması üçün bunları sizlərə xatırlatdım. Və həmçinin möhtərəm qardaşlar, nikahın şərtlərindən və bəzi elm əhli bunun rukunlarından sayırı, hansı ki bunlar nikah mərasimindən qabaq olur, rukun yəni, təyin olunması, evlənənlərin təyin olunması, qadınların da, kişilərin də, hər ikisinin təyin olunması. Yəni bunlar təyin olunmazsa, məchul olarsa, bilinməz olarlarsa, onda o zaman nikah batil olar. Misal üçün, bir kişinin tutaq ki 5 dənə qızı var. Oğlana deyir ki, səni mən qızımla evləndirdim. Və təyin eləmir ki, hansı qızı ilə evləndirdi. Ya adı ilə, ya da vəsfi ilə. Əgər bu şəkildə deyərsə, o nikah sayılmaz, o nikah batil hesab olunur. Ya onu adı ilə təyin eləməlidir ki, misal üçün, mən səni qızım Fatimə ilə evləndirirəm. Və yaxud mən səni qızım Xədicə ilə evləndirirəm. Və yaxud mən səni qızım Ayşə ilə evləndirirəm. Ya adı ilə təyin eləməlidir, ya da ən azından vəsfi ilə. Deməlidir ki, məsələ, mən səni böyük qızımla evləndirirəm. Və yaxud da mən səni ortancı qızımla və yaxud da kiçik qızımla evləndirirəm. Deməli, mütləq möhtərəm qardaşlar, təyin olunmalıdır. Həm kişi, həm də qadın. Əgər təyin olunmazsa, onda o zaman yenə nikah sağlam olmaz. Və burada bir məsələyə möhtərəm qardaşlar toxunmaq istəyirəm. Bu da internet vasitəsilə evlənmək məsələsi. Hansı ki, bugünkü gündə bu bəzi cəmiyyətlərdə artıq yayılmış şəkildədir. İnternet vasitəsilə tanış olurlar və ortada yəni ki, bununla evlənməyə qədəm qoyurlar. Bu, möhtərəm qardaşlar, doğru deyil. Çünki sən kamera vasitəsilə gördüyün birisi, həqiqətdə sən gördüyün kimi olmaya bilər. Və sən eşitdiyin səs montajlanmış ola bilər, sən eşitdiyin kimi olmaya bilər. Və yaxud da orada deyilən, sənə dediyi şəxsi vəsfləri sən qəbul etdiyin şəkildə olmaya bilər. Ona görə də hansı şeylərdə şər də var, xeyir də var, onda o zaman onu tərk etmək daha yaxşıdır. Çünki şəriətdə qayda var ki, dər'ul məfasidi muqaddamun alə cəlbil məsalih. Şəri uzaqlaşdırmaq, xeyri gətirməkdən daha qabaqdadır. Deməli, belə hallarda ehtimal var ki, bunlar alınmasın. Ona görə möhtərəm qardaşlar, internet vasitəsilə evlənməkdən qəti şəkildə uzaq durmanızı tövsiyə edirəm. Və həmçinin möhtərəm qardaşlar, gərək nikahın sağlamlıq şərtlərindən biri də gərək nə evlənən, nə də evləndirilən, yəni ki, ehramda olmamalıdır. İstər hac ehramı olsun, istərsən ümrə ehramı olsun. Onlar mütləq gərək ehramdan uzaq olmalıdır. Əgər istər qadın olsun, istər kişi olsun, istər nikah kəsən olsun, istər şahid duran olsun, bunların hər hansı biri ehramda olarsa, onda o zaman o nikah batil olar. Necə ki, səhih hədisdə gəlmişdir İmam-ı Tirmidinin və Əbu Davudun və İbn-i Məcənin və İmam-ı Nəsəinin rivayət etdiyi hədisdə Peyğəmbər s.ə.v deyir ki, Lə yənkihul muhrim, ehramda olan nikah edə bilməz, və lə yunkah, nə də nikah oluna bilməz ona, və lə yaxtub, nə də neyniyə bilər möhtərəm qardaşlar, onun üçün nikah bağlaya bilməz. Bu hədisi İmam Şeyx Albani rahiməhullah səhihləşdirmişdir. Və həmçinin əziz qardaşlarım, nikahın şərtlərindən nikahın deyilmək üslubunda qəbulun, yəni ki, aşkar olunması. Yəni, mütləq bu üslub lazımdır ki, sən filan oğlu, sən ey oğlan, yəni adı ilə sən ey filan, filanın qızı filanla evlənməyə razısanmı? Bu şəkildə və mütləq o bir tərəfdən də razıyam və yaxud da bayaq keçən təfsilat şəkildə olması lazımdır. Əgər bunlar olmasa da, yəni ki, alıram, verirəm söhbət olmasa da yenə nikah sayılmır. Möhtərəm qardaşlar, bu sizə söylədiyim qısaca nikahla ilgili olan, nikahın sağlam olması üçün ilgili olan şərtlər və rükunlardan ibarətdir. Allah Taala'dan istəyirəm ki, bizləri eşidib faydalardan etsin. İndi möhtərəm qardaşlar, bu münasibətlə bu nikahdan sonra olan evliliyin bəzi ədəblərinə
sizlərə qısa şəkildə bir 2-3 dəqiqə ərzində sizlərə xatırlatmaq istəyirəm. Birincisi bu, lazımdır ki, mütləq insan gərək nikahı elan eləsin. Bunlar ədəblərdəndir, möhtərəm qardaşlar. Şərtlərdən və rükunlardan deyil. Gərək evlənən insanlar nikahını eləsin, elan eləsin. Gizlincdə evlənməsinlər, bu ədəblərdən deyil. Bugün bu da bəzi yerlərdə yayılmış, demək olar ki, bəlkə desəm xata etmiş olmazam, xəstəliklərdəndir bu. Hansı ki, gedir, qız tapır və ortada razılıq olur, düzdür, şahid olur, vəli olur, hamısı olur, amma gizlindən evlənir. Ki, hətta xəbər yayılmasın. Ola bilsin ki, yəni bunu çox zamanda möhtərəm qardaşlar ikinci evlilikdə bunu eləyirlər. Ki, hətta xəbər birinci zövcəsinin qulağına çatmasın və yaxud da birinci zövcəsinin ailəsinin qulağına çatmasın və yaxud da özünün ailəsinin qulağına çatmasın və ortada problemlərdən qorxur. Deməli, möhtərəm qardaşlar, bu ədəblərdən deyil, bu ərkanlardan deyil, bu gözəl tərbiyədən və əxlaqdan deyil. Mütləq evlənən insan nikahı elan etməlidir. Yəni ki, bu vacib olmasa da, şərt olmasa da, heç olmasa bu gözəl ədəbə riayət etməlidir. Çünki hədis var, möhtərəm qardaşlar. İmam-ı Tirmidinin və Əhməd ibn Həmbəlin, həmçinin Musnad kitabında və İmam Hakimin Mustadrak kitabında rivayət etdiyi hədisdə Peyğəmbər s.ə.v deyir ki, əlinun nikah, nikahı elan edin. Yəni siz evləndiyinizi insanlara yayın ki, siz evlənirsiniz. Bu, onu göstərir ki, möhtərəm qardaşlar, gizli evlənmək, elan etmədən nikah qıymaq, bunlar bəyənilən əməllərdən deyil. Və həmçinin demək olar ki, ədəblərdən deyil. Və həmçinin ədəblərdən möhtərəm qardaşlar, evlənəndə insan toy eləməsi. Bu da ədəblərdəndir. Peyğəmbər sallallahu aleyhi və səlləm Buxaridə, Müslimdə gələn hədisdə buyurur ki, Əcibu hədihi də'və idə du'itum ləhə. Deyir, toya çağırıldıqda, toya dəvət olunduqda bu dəvətə icabət eləyin. Bu dəvətə icabət eləyin. Ona görə elməhəl deyir ki, insan toya çağırırlarsa, oraya getməsi, o dəvətə icabət eləməsi mütləq vacibdir. Bu onu göstərir ki, əgər getmək vacibdirsə, bunu eləmək də mütləq ədəblərdən və gözəl əməllərdəndir. Başqa bir hədisdə möhtərəm qardaşlar, Abdurrahman ibn Avfun hədisində, necə ki, Peyğəmbər s.ə.və gəlir, Abdurrahman ibn Avf deyir ki, evlənmişəm, ya Rasulallah, Peyğəmbər s.ə.və deyir ki, əvlim və ləv bişəh. Deyir, bir qoyun olsa belə, kəs onunla özünə toy eləyinin. Bir qoyun olsa belə, kəs onunla özünə toy eləyinin. Bu hədisi İmam Muslim rivayət edir, möhtərəm qardaşlar. Bu onu göstərir ki, insan gərək, yəni ki, toyun daha yaxşı, daha gözəl olması üçün, evlənməyin daha gözəl, daha yaxşı olması üçün toy eləsin. Təbii ki, möhtərəm qardaşlar, başqa bir hədisdə həmçinin gəlir, Peyğəmbər s.ə.v buyurur, İdə du'iyə əhədukum iləl vəlimə fəlyəstəcib ləhə və yaxud da fəlyətihə. Sizdən biriniz toya çağırıldıqda ona neynəsin? İcabət eləsin, o toya gəlsin. Elm əhli deyir ki, elm əhlinin çoxu deyir ki, möhtərəm qardaşlar, insan toya dəvət olunarsa, onun ora mane yoxdursa, getməsi, bu dəvətə icabət eləməsi vacibdir. Bu hədisə görə ki, Peyğəmbər s.ə.v sizdən biriniz toya çağırıldıqda mütləq ona icabət eləsin, mütləq o toya getsin. Lakin şərt qoyur elm əhli, mane olmadıqca, əgər mane varsa, getməyə bilərsən. Bu manilərdən bəziləri sənin özünə qayıdır və bəziləri də o toyun özünə qayıdır. Sənin özünə gələ bilər, üzürlü ola biləsən. Tutaq ki, xəstəsən və yaxud da tutaq ki, sənin evinə elə qonaq gəlib ki, onu tərk elə bilməzsən, də onu ora aparmağın münasib deyil. Deməli, üzür olduğu zaman getmirsən. Və həmçinin toy ilə ilgili. Əgər sən getdiyin toyda münkərlər varsa, sən ona icabət etməməlisən. Demirəm, etməyə bilərsən. Vacibdir ki, getməyəsən. Əgər tutaq ki, o toyda süfrə üzündə içki varsa və yaxud orada açıq saçıq, pis geyimdə olan qadınlar varsa, qadın kişi bir-birinə qarışıbsa və yaxud musiqa varsa və yaxud da pis münkər olan əməllər varsa, onda o zaman o toya getmirsən və əksinə ora getməməyin vacibdir. Deməli, həmçinin ədəblərdən möhtərəm qardaşlar, lazımdır ki, toylara kasıblar da dəvət olunsun. Sadəcə varlılar deyil. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, şərrut ta'ami ta'amul vəlimə yud'a ləhəl əğniyə və yutrakul fuqara. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, ən şərli yemək o toyların yeməyidir ki, ora sadəcə varlılar dəvət olunur və kasıb insanlar tərk olunur. Ən şərli yemək o toyda yeyilən yeməkdir. Ona görə əziz qardaşlar, bu böyük ilahi bir əmri, ilahi bir yönəltməyi gərək unutmayaq.
mütləq gərək süfrələrimizdə, istərsən xüsusi süfrələrimiz olsun, istərsən ümumi süfrələrimiz olsun, istərsən sünnət mərasimi olsun, istərsən əqiqa mərasimi olsun, istərsən toy mərasimi olsun, mütləq möhtərəm qardaşlar, o süfrələrdən kasıbların payı olmalıdır. Əgər kasıblar tərk olunub, imkansızlar tərk olunub, sadəcə imkanlı və varlı insanlar ora çağırırlarsa, onda bunu insan münkərdən hesab edə bilər və o toya getməyə bilər. Və yaxud da getdikdən sonra görsə ki, orada sadəcə varlılar yığılıb, orada kasıblar yoxdur, onun adına üz çevrilib, bunu münkərlərdən sayaraq onu tərk edə bilər. Ona görə əziz qardaşlarım, yeməklərimizin və toylarımızda yeyilən yeməklərin ən xeyirli yemək olması üçün mütləq gərək süfrələrimizdə fağırlar olsun, imkansızlar olsun. Əziz qardaşlarım və möhtərəm bacılarım, bununla bu dərsimizi bitirmək istəyirəm. Allah-u Teala'dan diləyirəm ki, bizləri eşidib faydalanlardan etsin. Uca Allahdan gözəl adları ilə və uca sifətləri ilə diləyirəm ki, bilmədiklərimizi öyrətsin və bildiklərimizə əməl etməyi nəsib eyləsin. Sözlərimizdə və əməllərimizdə ixlas nəsib eyləsin. Hamınıza təşəkkürümü bildirəm qardaşlar. Esselamu aleykum və rahmetullahi və barakatuhu və sallallahu və səlləm alə nəbiyyə Muhammed və alə alihi və ashabihi əcmain.